komandanın son oyunlarda və ümumiyyətlə son aylarda disiplinsizliyi nə dərəcə sizi narahat edir? Çünki artıq birinci dəfə deyil ki, komanda 2 dənə qırmızı alır bir oyunda. Carreras Fran məsələsi yadımıza düşür, bəlkə 1-2 ay bundan qabaq və yenə Asensio görüb oyunçunu yıxır, sonra dalaşır, söhbət eləyir, 2 dənə sarı alır. Rodrigo söhbətlərə görə 2 dənə sarı alır. Ardından əvəz edirlər. Klubda hələ ki 2 il ərzində heç bir nailiyyəti yoxdur. Sadəcə öyrəşməyə başlayır kluba. Adaptasiya olur. Narazılığını bildirir Vinicius kimi, El Clasico'da olduğu kimi. Yəni fikirləriniz nədir bu oyuncuların xarakterinə bağlı və disiplinsizliyi haqqında? Əslində bu da hardasa Fərmanın bayaqki fikirlərinə bir əlavə kimi gətirəcəm. Elə mənə görə cavablardan biri də budur ki, komandada hazırda lider çatışmamazlığı var. Biz belə əvvəlki podkastlarımızdan da demək olar bunu deyirdik. Lider çatışmamazlığı var komandada və komanda çətin anlarda, belə deyək, hesabda geridə olduğu anlarda və yaxud da ki, rəqibi belə deyək, təzyiqdə saxlamağa çalışdığı bir vaxtlarda, məsəl üçün onu bacara bilməyəndə meydanda o liderin çatışmamazlığını yaşayır. Bu söhbət hücumda liderdən getmir. Lider Luka Modric, məsələn Luka Modricin Kroos'un dövründə, elə Nacho'nun özünü götürmək üçün sonuncu sezonda Nacho'nun dövründə məsəl üçün komanda hardasa meydanda o varlığı hiss eləyirdi, o liderin varlığını hiss eləyirdi. Bizim amma indiki Real Madriddə o belə deyək, futbolçular sanki Carvajal da köhnələrdən qalan, Carvajal da zədəlidir, meydanda olmur və meydanda olduğu müddətdə belə mənə görə Carvajal digər adlarını daha öncədən çəkdiyim futbolçular qədər belə deyək, öz zaftasını belə deyək də meydanda qoya bilən kapitanlardan deyil. Mən belə düşünürəm, ağırlığını daha doğrusu meydanda qoya bilən kapitanlardan deyil. Hər nə qədər Carvajalın mən kölgə gətirmək istəmirəm Real Madrid karyerasına, ümumi kapitanlardan gedir söhbət, liderlərdən gedir söhbət.